Feil nəyə deyilir Banu? Feil əşyanın hərəkətini. Hərəkətin bildirir. Feilin hansıdır sualları? Hərəkət bildirəm. Aha. Nə etdi, nə edir, nə edəcək. Feilin neçə zamanı var? Hansılardır Banu? Aha. İndiki zaman, gələcək, keçmiş zaman, gələcək. Gələcək zaman. Uğur, indiki zamanın şəkilçisi hansıdır? İndiki zamanın şəkilçisi. Yox, indiki zaman. Keçmiş zaman şəkilçisi hansıdır Uğur? Yox, keçmiş zaman şəkilçisi Uğur səhv deyirsən. Hansıdır? Keçmiş zaman. Afərin. Bir də ub. Gələcək zaman şəkilçisi hansıdır Banu? Ar, bir də ar, acaq, əcək. Banu, isim nəyi deyilir? İsim əşyanın adı bildirir. İsmi sualı hansılardır? İsim. Hansı suallara cavab verir? Kim, nə, hara? Aha. Uğur, ismin neçə halı var? 6 halı. Say görək. Adlı hal, yerli hal, yönlük hal, təsirlik hal, yönlük Yerli hal, təsirlik hal, çıxışlıq hal. Yerli hal, çıxışlıq hal. Adlı halın şəkilçisi var? Yoxdur. Yoxdur. Banu, yerli halın şəkilçisini denən hansı şəkilçinə düzəlir? Kimin, nə, Un, nın, nin, nun, nün. Yönlü halın şəkilçisi hansıdır? Yönlü halın şəkilçisi hansıdır? A, kimdən? Yox. A, bir də ya, yə. A, ya, yə. Kimə, nəyə, haraya? Banu, təsirli halın şəkilçisi hansıdır? Kimin, nə, haranı? U, kimi, nəyə, haranı? Uğur, yerli halın şəkilçisini denən? Yerli halın şəkilçisi. Kimdən, nədən, haranı? Çıxışlıq hal Banu? Kimdən, nədən, haradan? Kimdən, nədən, haradan? Sonra biraz da sual cavab eləyək uşaqlar. Banu, əlifbamızda neçə hərfimiz var? Neçə səs var? Hərflə səsin fərqi nədir? Hərfləri. Gözlük, yazılıq, eşidirik. Səsləri isə eşidirik. Banu, neçə dənə sait səsimiz var? Sait səsi 9 dənə. Ha, neçəsi qalın, neçəsi? 5-i. 4-ü qalın. Neçə dənə samit səsimiz var? 23 samit səsimiz var. Banu, incə saitləri sayaq. Qalınları sayaq. Qapalı hansıdır? Qapalı saitlər hansıdır? O açıq saitlərdir. I, U, Ü. Açıq saitlər hansıdır? A, O, Ö. Banu, incə dodaqlananları denər. İncə dodaqlananı Banu deyəcək. İncə dodaqlanan hansıdır? İncə dodaqlanan olsun. Qalın dodaqlanan hansıdır Banu? O, U. Uğur, bu necə samitdir? P-dır. Banu, sonor samitləri say. Nəyə görə sonor samit deyirik? Yox, cingiltili yoxdur. Cingiltilidir, kar qarşılığı yoxdur. T necə samit deyib Uğur? T kardır. Cingiltili qarşılığı hansıdır? D-dır. D cingiltilisidir. Niyə yadınızdan çıxardırsınız? T kar samitdir. Cingiltili qarşılığı hansıdır? H kardır. Cingiltilisi hansıdır? X samitlidir. X cingiltilidir. Bu necə samitdir? Yoxdur. Yox, yerində dəyişir. Kar qarşılığı F-dır. Y-zı necə samitdir? Cingiltili samitdir. Y-zı cingiltili samitdir. Dedik. Ən böyük rəqəm nədir hansıdır Banu? Banudan sual verəndə Banu cavab verir. Aha, cütü hansıdır? 98. Ən kiçik rəqəm nədir hansıdır Banu? 10. Təki hansıdır? 11. Banu, ən kiçik bir rəqəm nədir hansıdır? Cüt ədəd hansıdır? Cütün denən. Ən kiçik bir rəqəmli cüt ədəd hansı oldu? Yox, cütü hansı? 2 oldu. Deməli, ən kiçik 2 rəqəmli ədəd hansı oldu? 2 rəqəmli, ən kiçik 2 rəqəmli ədəd hansı oldu? 2 rəqəmli ədəd 10. Təki hansıdır Banu? 11-dir. 999. O hansıdır? Ən böyük 3 rəqəmli ədəddir. 999. Ən kiçik hansıdır? 100. 100 cütüdür. 101 təkidir. 101 təkidir. İndi Banu mənə denən 10-luğu 6 olsun. Ən böyük 2 rəqəmli ədəd hansı oldu? 6 olsun. Ən böyük 69. Banu cavab versin. 10-luğu 8 olsun. Ən böyük 2 rəqəmli ədəd hansı oldu Banu? 8 olsun. Ən böyük 2 rəqəmli olan 89. Ən kiçiyi hansıdır? 10-luğu 80 olsun. 80 oldu. Deməli, 10-luğu 7 olan ən kiçik 2 rəqəmli ən kiçiyi hansıdır? 70. Ən kiçiyi 70-dir. Ən kiçiyi 70-dir. Əgər desələr 10-luğu 7 olsun, ən kiçiyi 2 rəqəmli tək ədəd o zaman hansı olacaq? 70, 71 olacaq. 71 olacaq.